evdə maddiyyat baxımından yəni çox da yaxşı deyildi və evdəkilərin durumunu görürdüm. Özümdə elə hiss edirdim ki, mən elə bil əlavə yükəm də elə bil ki, qərara gəldim ki, işləməyi, həmin o futbolsuz qaldığım müddətdə işləmək istədim ki, ən azından evə biraz mənim də köməyim olsun. Mən də evə də qayıtdım, dedim ki, artıq istəmirəm futbol oynamağı. Restoran var idi, orada ofisant kimi çalışmağa başladım. İlk işə çıxdığımda belə ağ köynək belə geyinmişdim. Saçım da biraz uşaq idi, cavan vaxtlarım uşaq idim də. Evdə maddiyyat baxımından yəni çox da yaxşı deyildi və evdəkilərin durumunu görürdüm. Özümdə elə hiss edirdim ki, mən elə bil əlavə yükəm də elə bil ki, qərara gəldim ki, işləməyi, həmin o futbolsuz qaldığım müddətdə işləmək istədim ki, ən azından evə biraz mənim də köməyim olsun. Mən də evə də qayıtdım, dedim ki, artıq istəmirəm futbol oynamağı. Restoran var idi, orada ofisant kimi çalışmağa başladım. İlk işə çıxdığımda belə ağ köynək belə geyinmişdim. Saçım da biraz uşaq idi, cavan vaxtlarım uşaq idim də. Saçım belə uzun, belə. Oranın da, həmin o restoranda yiyəsi var idi. Gəldi belə məndən belə aşağılamış kimi belə bir danışıq ki, belə saçlar belə, saçı qıxdırdı, belə elədi. Mənə belə bir çox belə dəydi də o söz belə. Dedim, həqiqətən də pul qazanmaq, bu dövrdə ayaq üstə qalmaq çox çətindir.